Salam hörmətli izləyicilər. Bir həyətdə 2 ev. 24 sotun içindədir. Sənəddə 22 sotdur. Şəxsi tikilidir ikisi də. Əvvəl bu ev tikilib, hardasa 2010-cu ildə. Bu da 2007-ci ildə, səhv eləmirəmsə. Evin də kupçası var, torpağın da kupçası var. Yəni hamısı qaydasındadır. Bu hardasa 150 kvadratdır. 150 deyil, 155. Bu da 125 kvadrat. Belə köhnə hovuzu var, çay hovuzu. İndi belə hovuzlar olmur. Buna bax. Gör nə qəşəngdir. Bəli. Fontan, fontan. Fəvvarə. Deməli, Vişnyovkada, Alballıqda, Bidgət tərəfdə olan. Gəl bura bir dənə baxaq həyətinə. Evi göstərəcəm. Burada bax, manqalı. 255 mindən çıxartdıq satışa. Manqalı. Bura kombisizadı buradadır. Kombisizadı buradadır. Ehtiyac yoxdur. Həyətini çəkə göstərək. Əsl bağ evi də yəni. Əsl bağlı, bağçalı, güllü, çiçəkli, tut ağacıdır. Kaçelyalar. Bu nədir belə? Deyə bax bu. Bəzək. Bəzək üçün düzəldir belə. Tısbağadır, tısbağa. Orada da bax belə bir otaqdır. Kladovkası və s. və ilaxır. Həyəti kvadratdır. Baxımlı həyətdir ya, baxırlar. Suyu varıdır. Deməli, sol, sağ. İndi otaqlara baxacağıq. Yay mətbəxini gördünüz. Burada da bax belə bir parnik kimi belə balaca düzəldib. Nəsə, düzəltmək olar üstünü. Kim alsa Allah xeyir versin. Verandası. Fontanı işləyir bana. İşləyir. İnşallah birinci bu evin içine baxaq. Giriş qapısıdır. Bu evə baxaq, sonra bu evə baxaq və salam. Təbii ki, indirim olacaqdır. Sənədlər qaydasındadır da yəni. Evin də, torpağın da, evin də, ikisinin də kupçası var. Gedək. Stop pauza. Gəl. Birinci mərtəbəyə baxaq. Burası sanuzeldir. Belə bir geniş hamam tualeti var. Bura yataq otağıdır. Taxta apşıfkadır. Patolog. Bax. Yəni ikinci mərtəbəsi mansard tiplidir, səhv eləmirəmsə. Bu qonaq otağı, mətbəx studiyadır. Həm mətbəxdir, həm də qonaq otağıdır. Evlər də istidir. Yəni isitmə sistemi bax kombidir, radiatorları qəşəng istidir. Qəşəngdir, yaxşıdır. Patoloqu çəkdim. Vəssalam. Baxaq bir dənə ikinci mərtəbə mansard tiplidir. Mansard tiplidir. Buyur sən keç, mən də səndən arxancam. Vəssalam. 070 858 31 44 nömrəsi ilə əlaqə saxlayın. İkinci mərtəbə. Burada iqravoydur. Dəqiqə, yandırır. Tam yandıranmadım ışığı. Bilyardlı stol. Buradan da eyvandır, balkondur. Yəni ikinci mərtəbə tam istirahət eləmək üçün. Çək göstər. Buranın da isitmə sistemi, görürəm radiatorlara qoyulub hamısı. Burada barın stoykası. Burada da səhv eləmirəmsə ben yandıra bilmədim. Yağın ki ışığı yanmır. Sanuzeldir. Gedək indi o bir evi də çəkim göstərdim. Vəssalam. Ya. Şö, getdik. Stop pause elə. Bir də nəzərə çatdırım ki, bax bunu çəkdi göstərdi də. Bu sağdakının burada garajı da var. Yəni maşınınızı bura sala bilərsiniz, həyətdə də saxlaya bilərsiniz. Hə də bağlıdır üstü. Çək göstər.
Kladovka. Lap yaxşı. Gedək. Gəl. Deyirəm də o fontanlardan indi yoxdur. Pauza elədim. Hörmətli izləyicilər, bu da birinci, o birisi spa, burada mətbəxidir. Gördünüz. Bura, bax, bir otaqdır, belə. Burada bir otaqdır. Bu köhnə evdir da, belə deyək. Burada qardiropdur, burada sanuzildir. Burada da belə bir otaqdır. Və buradan ikinci mərtəbəyə xod da var. Bir də ikinci mərtəbəyə. Burada mansard tiplidir, yəni hər bir şəraiti var. Yaxşıdır, 2 ailə üçün superdir. Burada digər otaqdır. 070 858 31 44 nömrəmlə əlaqə saxlayın. Kim alsa Allah xeyir versin, zənginizi gözləyir.